Salam əziz izləyicilər, bugün sizə növbəti test sualımızın izahını verməyə çalışacağam. Keçək sualımıza. Sualımızın şərti belədir. Cədvəldə verilən meqalopolisləri Sansan meqalopolisindən fərqləndirən xüsusiyyətləri müəyyən edin. İlk öncə sualı rahat işləməyimiz üçün bu meqalopolislərin yerləşdiyi ölkələri xatırlayaq. Sansan meqalopolisi ABŞ ərazisində yerləşir. Birinci sırada verilmiş Reynboy meqalopolisi Almaniya, ikinci sırada verilmiş Tokaydo meqalopolisi isə Yaponiya ərazisində yerləşir. Reynboya aid xüsusiyyətlərə baxaq. A-da G7 qrupuna daxil olan ölkə ərazisində yerləşir. Reynboy Almaniya ərazisində yerləşir, G7-yə daxildir. Sansan da ABŞ ərazisində yerləşir, o da G7-yə daxil olduğu üçün bu ortaq xüsusiyyət olacaq. A-nı götürmürük. Keçdik B-yə. Urbanizasiya prosesinin dərindən inkişaf etdiyi ölkə ərazisində yerləşir. Bu xüsusiyyət inkişaf etmiş ölkələrə aid xüsusiyyətdir. Həm Almaniya, həm ABŞ inkişaf etmiş ölkə olduğu üçün bu da ortaq xüsusiyyət sayılır. Fərqləndirən xüsusiyyət sayılmaz. Ona görə B-ni də çıxdıq. Keçdik C-yə. Şərq yarımkürəsində yerləşir. Reynboy Almaniya ərazisindədir dedik. Almaniya tamamilə şərq yarımkürəsindədir. Sansan ABŞ ərazisindədir. O da qərb yarımkürəsində yerləşdiyinə görə bu fərqləndirən xüsusiyyət olacaq. Deməli, birinci C-ni götürdük. Keçdik C-yə. Yerləşdiyi ölkə tamamilə mülayim iqlim qurşağında yerləşir. Almaniya tamamilə mülayim iqlim qurşağında yerləşir. ABŞ isə bir neçə iqlim qurşağında yerləşir deyə bu da fərqləndirən xüsusiyyət sayılacaq. Deməli, birinciyə C və C-ni götürdük. Keçdik ikinciyə. Tokaydoya aid xüsusiyyətlər. Sakit Okean sahilində yerləşir. Tokaydo da Sakit Okean sahilində yerləşir. Sansan da ABŞ-nin qərb hissəsində yerləşdiyinə görə o da Sakit Okean sahilində yerləşmiş sayılır. Bu səbəbdən bu da ortaq xüsusiyyətdir. D-ni götürməyəcək. Davam edək. Y-də köhnə dünyanın ərazisində yerləşir. Yaponiya Asiyaya aiddir. Asiya köhnə dünyadır. Sansan ABŞ-də yerləşir. ABŞ Şimali Amerikada, o yeni dünyadır. Deməli, bu Tokaydonu Sansandan fərqləndirəcək. Deməli, ikinciyə yeni götürdük. F-ə keçdikdə yerləşdiyi ölkə ərazisində aktiv vulkanlar rast gəlinir. Yaponiya ərazisində də aktiv vulkan var. Məsələn, Fujiyama. ABŞ ərazisində də aktiv vulkan var. Məsələn, Reynir Şasta. Deməli, bu da ortaq xüsusiyyətdir. Bunu da götürmür. Keçdik G-yə. Yerləşdiyi ölkə ərazisində subtropik musson iqlim tipinə rast gəlinir. Subtropik musson iqlim tipi həm Avrasiyanın şərqində var, həm də Şimali Amerikanın şərqində var. Deməli, subtropik musson iqlim tipi Yaponiyada var, ABŞ-də də var. Bu da ortaq xüsusiyyət olduğuna görə bunu da götürmürük. Doğru cavabımız birinciyə C, ikinciyə Y. D variantı.